Salam, hər vaxtınız xeyirli olsun, sayğıdəyər 14 TV televiziyasının izləyiciləri. Bir daha sizi gördüyümüz üçün çox şadıq. 14 TV-nin efirində Misra verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Hər dəfə olduğu kimi bugün də gözəl bir mövzu ilə, eyni zamanda studiyamızda çox dəyərli qonaqlarımızla bu bizə ayrılan zamanı inşallah ki, çox gözəl şəkildə dəyərləndirməyə çalışacağıq. Mən zaman itirmədən qiymətli qonaqlarımızı sizə təqdim etmək istəyirəm. İlk qonağım Əhlibeyt şairi, yazar Hacı Teymur Dağlı. Hacı, xoş gördük. Xoş gördük. Mən salamlayıram bizi izləyənləri. Mən sizə öz təşəkkürünü bildirirəm ki, məni də bu verilişə dəvət eləmişsiniz. İnşallah xeyirli uğurlu olar. İnanıram ki, bu söhbət əsnasında maraqlı bir şeylər olar inşallah. Təbii ki, sizin həm şeirlərinizi dinləyəcəyik, həm də mövzu ətrafında gözəl fikirlərinizi dinləyəcəyik, zövq alacağıq. İnşallah Allah bizə müvəffəqiyyət əta eləsin. Və növbəti qonağımızı sizə təqdim etmək istəyirəm, əziz dəyərli izləyicilərimiz. Növbəti qonağımız hamımızın xüsusilə Əhlibeyt aşiqlərinin onun ifalarını sevə-sevə dinlədiyi Əhlibeyt məddahı Hacı Elvindir. Hacı, xoş gördük bir daha. Aleyküm salam, təşəkkür edirəm əziz dəyərli qardaşım. Sizə və sizin çəkiliş studiyasında bütün zəhmət keçən, həmçinin bizi ekran qarşısında izləyənlərə buradan təşəkkürümü bildirirəm. Baxımlı kanaldır. Neçə dəfə sizin qonağınız olmuşuq burada da. Həmçinin Türkiyədə də bilən fəaliyyəti var, orada da olmuşuq. Çox gözəl baxımlı kanaldır, çox bərəkətli kanaldır. İnşallah mövzu da gözəl mövzudur. Həqiqətən söz ustası da buradadır. Allahın izni ilə yaxşı olar inşallah. Dinləyicilər izləyərlər inşallah. Çox ümidvaram ki, razı qalanlar. İnşallah Hacı sayənizdə özünüz də qeyd elədiniz. Mən sizi təqdim edən dedim bir daha. Çünki artıq neçənci dəfədir bizim proqramımızın qonağı olursunuz. Bir daha təşəkkür edirəm. Yəni gəlib iştirak elədiyiniz üçün inşallah sizi də dinləyib zövq alacağıq. Və keçid alaq inşallah mövzumuza. Mövzumuz əruz vəznidir. Düzdür, çox məsuliyyətli bir belə deyək mövzudur. Amma düşünürəm ki, inşallah ki, Hacı Teymur qardaşım bu mövzunu gözəl şəkildə açıqlayacaq. Bizi izləyən izləyicilərimiz üçün də maraqlı məlumatlar olacaq. Elə keçək, Teymur bəy, Hacı, əruz vəzni ümumiyyətlə, elə buradan başlayaq. Əruz vəzni ümumiyyətlə nədir, yaranma səbəbi, nə oldu? Buyurun, inşallah siz dinləyək. Deməli, mənim qardaşım çox sağ ol. Mən düzdür, birinci dəfədə qonaq olam. Hacı Elvin qonaq olub. İnşallah davamlı olar. Allah'ın izniyle. Mən burada bir xırda qeydlər aparmışam. İnşallah həqiqətən bu əruz elmi böyük bir dəryadır. Elmdir. Həqiqətən bu elmdir. Bunun təfillələri var. Bunun çox şeyləri var. Əruz vəzni 8-ci əsrdə ərəb şairi, alimi Xəlil ibn Əhməd Əl-Fərahid tərəfindən Bəsrə şəhərində yaradılıb və sistem halına getirilib. Mürəkkəb bir sistemdir. Məsələn, əruz vəzni ərəbcən geniş yol, çadırın ortasına vurulan dirək, Məkkə şəhərinin adlarından biridir. Bu əruz 6 ünsürdən, rükündən ibarətdir. Bu ünsürlər 19 bəhrə bölünür. Bizdə əruzun 12 bəhri işlənilir. Ümumiyyətlə 19 bəhirdir. Deməli, Xəlil ibn Əhməd Əl-Fərahidi bunu 15 bəhrdə sistemləşdirilib. Sonradan Fars əruzçuları bu əruza 4 dənə bəhirdə əlavə ediblər. Ümumilikdə olub 19 dənə bəhir. Amma bizdə işlənilir, bizim klassiklərimizdən götürsək, 12 dənə bəhir işlənilir. Məsələn, burada qeyd eləmişəm ki, hansılardır bizdə də həzəzdir, rəməldir, rəzəzdir, müzdəsdir, belə 12 dənə bəhirdir. Bunlardan ən çoxu işlənən, məsəl üçün götürsək Məhəmməd Füzulidən, böyük şairlərdən, burada həzəz çox işlənilib, rəməl çox işlənilib, müzarə işlənilib, elə müzdəs işlənilib. Amma qalan bəhirlər var. Məsəl üçün, müqtəzəb bəhri var. 12 bəhirdən biridir, bizdə olan bəhirdən biridir. Bu bəhirdə mən az rast gəlmişəm şairlər ki, bu müqtəzəb bəhrində yazsın. Düzdür, yazanlar olub. Kamil bəhirdə var. Kamil bəhrində də yazırlar. Amma ən çox üstünlük veriblər bu 4 dənə, 5 dənə bəhirə.
bu əsnada bir sual ortaya çıxır ki, Xəlil İbn Əhməd Əruzun yaradıcısı kimi qeyd elədiniz onu. Ümumiyyətlə, biz Qurani-Kərimi də oxuduğumuz, qiraat etdiyimiz zaman orada da müəyyən bir ölçülərin, qafiyələnmənin şahidi oluruq. Belə istəyirəm sualı sizə ünvanlayım ki, Xəlil İbn Əhməd Əruzu yaradan zaman, yəni Qurandan bəhrələnibmi? Quran nazil olanda Xəlil İbn Əhməd elə anadan olmamışdı. Bəli. Bu 767-ci ildə bu Əruzu sistem halına getirib, mürəkkəb bir sistem halına getirib. Quran ayələri deməli Xəlil İbn Əhməddən qabaq şairlər olub. Şairlər olub. Amma Əruzda çıxıb da, məsəl üçün bəhrlər var, qozuntular var, indi olur da ölçülər. Məsəl üçün Quranda ayələr var, surələr var. Onlar həm qafiyə ilə gedir. Yəni həm qafiyə ilə gedir, amma tam Əruzda deyil. Ola bilər ki, bəli. Məsəl üçün onlar həm qafiyə ilə gedir. İndi ola bilər ki, Xəlil İbn Əhməddən qabaq başqa ölçüdə olub. Yəni o da ola bilər. 8 dənə ana təfilə var. 8 dənəsini şey edir ki, bunlardan məfaülündür, faülündür, fəulündür, müstəfilündür, mütəfailündür, müfailətündür, failatündür, məfulatudur. Sonra 8 dənə ana təfilə, sonra yaranıb, başqaları da yaranıb. Təşəkkür edirəm Hacı. Allah sizi qorusun. Həqiqətən də bu məlumatlar çox qiymətlidir, çox dəyərlidir. Elə bu anda istəyirəm ki, sizin də bir gözəl qəzəlinizi dinləyək, zövq alaq. Buyurun. Yəni məlumat da verərdiniz o qəzəlin ölçüsü barəsində, hansı əruz vəzninin hansı bəhrindədir? Buyurun. Deməli, mən bu Mədid bəhri haqqında, Mədid bəhri 19 bəhrin arasındadır. Amma bizdə olmayan bəhirdir. 12 bəhir ayrıdır, yəni 7 bəhirdə sonradan ümumilikdə 15 olub, sonra da 4 artırılıb ora. Bəhri Mədid. Failatun failun, failatun failun. Bunu Əkrəm Cəfəri dil-qələm, dil. Dil-qələm, dil-qələm, dil, dil-qələm. Yəni Əkrəm Cəfəri də bunu dil-qələmlə məfailuni. Aydın. Tərtibi o barədə danışacağıq təbii ki. İnşallah. Növbəti sualımız da elə belə olacaq. Buyurun, inşallah dinləyək sizi. Ya əmirəl-müminin, əssəlamu mərhəba. Maşallah. Ya əmirəl-müminin, əssəlamu mərhəba. Şir Yezdan, Şah Mərdan, İmam-ı Mürtəza. Müctəbanın sərvəri, sən Hüseynin rəhbəri. Alilərdən alisən, tac-şahı Kərbəla. Maşallah. Ey yatağında yatan, can verən peyğəmbərə. Ey yatağında yatan, can verən peyğəmbərə. Ey əzizi can xətmi Rəsul-i Mustafa. Maşallah. Sən Kitabullahıda nöqtəsi Bismillahın. Sən Kitabullahıda nöqtəsi Bismillahın. Müshəf-i Qur'anda haqqında gəlmiş həl-əta. Ya əmirəl-müminin, əssəlamu mərhəba. Şir Yezdan, Şah Mərdan, İmam-ı Mürtəza. Ey olan kân-i səxa, ey olan kân-i səxa, ya Əliyyullah fəta, əssəlamu ya Ali, ya İmam Şir-i Xuda, əssəlamu ya Ali, ya İmam Şir-i Xuda. Təşəkkür edirəm Hacı. Allah qələminizə bərəkət versin. Həzrət Əmirəl-Möminin əleyhissalamın adına ithaf olunmuş bir gözəl şeirdir. Onlara layiq olmasa da indi inşallah bir Allahın lütfüdür. Bəli. Təbii ki, klassik ədəbiyyatda bizim klassik şairlərimizin demək olar ki, elə hamısı Həzrət Əmirəl-Möminin əleyhissalamın şəninə həm qəzəllər, şeirlər, qəsidələr yazmışlar. Bu da əlbəttə ki, bizim xalqımızın Əhl-i Beytə, xüsusilə İmam Əli əleyhissalama olan sevgisinin göstəricisidir və bizim əziz dəyərli qonağımız da bayaqlar təqdim etdim Əhl-i Beyt məddahı, qiymətli Əhl-i Beyt məddahı Hacı Əlivin əzizimiz də illərdir ki, Əhl-i Beytin məthi ilə məşğuldur. Xüsusilə Həzrət Əmirəl-Möminin əleyhissalam şəhərində
gözəl qəzəllər oxuyur, qəsidələr ifa eləyir. Bizim klassiklərimizin təbii ki, yoluna uyğun olaraq bizim qədim Azərbaycanın da xüsusilə qeyd etmək olar ki, bu sahədə xüsusi özünə məxsus bir məktəbi var. Hansı ki, bizdə yəni bu işi görən insanlara dərviş deyə müraciət edirlər, dərvişlər. Xüsusilə bizim Abşeronumuzda, Cənub zonasında, ümumiyyətlə Azərbaycanın hər bir yerində onlar özünə məxsus şəkildə məsələn rayonlardan rayonlara, digər məsələn yerlərə gəzərdilər, piyada gedərdilər, hətta bir kəşkülləri olardı və bazarlara xüsusilə gedərdilər, hansı ki insanlar ictimai belə deyək də, yəni insanların cəm olduğu bir məkanlara gedərdilər. Xüsusilə bu məkanların arasında bazarlar təbii ki ictimai yerlər sayılıb, yəni qədim dövrlərdə və orada Əli əleyhissalamın məthin eləyərdilər. Məthi Əli və Ali Əlidən oxuyardılar. Hə, Hacı, elə siz də bu yolu indi hal-hazırda müasir şəkildə davam elətdirirsiniz inşallah. Ümumiyyətlə belə bir sual sizə verim, ifanızı dinləməmişdən qabaq. Sizin üçün ümumiyyətlə bu yolda xidmət göstərmək, bu yolda yəni Əhl-i-Beytin qapısında belə deyək də bir xidmətçi xadimlərdən olmaq nə deməkdir? Dünyanın ən böyük xoşbəxtçiliyidir. İnsanın misal üçün bu kişi bir əziyyət çəkib şeir yazıb. Biz oxuyuruq. Bir dənə imam bir dənə qəsidəyə, bir dənə şeirə nəzər elə Əhl-i-Beyt əleyhissalam, Peyğəmbər Əhl-i-Beyt əleyhissalam insanın hər bir şeyini dəyişir. Zaten biz onlar üçün oxuyuruq, onlara xidmət edirik ki, inşallah bir dənə göz ucu baxaq. Mütləq ki, baxırlar. Misal üçün mən çox vaxt üzr istəyirəm, siz dəyərli əzizimiz, həm siz dəyərli məddahsınız, çox gözəl ifaçısınız, həm də ki, xüsusən də gözəl aparıcısınız. Misal üçün, mən hər zaman düşünürdüm, misal üçün, oxuyanda düşünürdüm ki, misal üçün, adam var, üzr istəyirəm, əzizimiz şairdir də, anlayışı var. Adam var, anlayışı var, bütün maraqlanıb yazır, misal üçün. Qurandan, hədisdən, adam var, anlayışı yoxdur, amma yazır. Bu, ona verilməsi mümkün deyil. Bu, hardan gəlir, çıxır? Bu sözlər necə bağlanır, arada çox maraqlıdır. Bizim də danışdığımızda çox Azərbaycanımızın gözəl Nəsimlər, Xətailər, Seyid Əzim Şirvandan, Füzulilər, Aşqal Əsgərlər diyarıdır bu diyə. Bir dövr ki var idi, indi bizim bəlkə yaşımız az olsa da Sovet dövründə Nəsimiyyə ateist dedilər, yazır. Nə bilsin cahili nadan, Muhammed ya Əli kimdir? Muhammed sahibi dindir, Əlidir cümlədən behtər. Dəryalar olsa mürəkkəb, meşələr olsa qələm, kağıza dönsə səma cinni bəşər yazsa rəqəm. Şəninin bir cüzünü yazmazlar ey kani kərəm, bizlərə təlim edən kəlmə-i şəhadət ya Əli. Çox yəni Allahdan, Peyğəmbərdən, vətəndən, şəhidlərdən yazılır. Mənə həmişə şairlərin yazılışı maraqlı idi. Şairlər də olmasa məddahlar dərviş məth eləyən birisi ki, nə oxuyardı. Bu da Allahın lütfüdür. Elə Əhl-i-Beyt əleyhissalamın bəzən insan düşünür ki, görən nəzər eləyirmi? Elə baxmağıdır ki, şair bunu yazır, məddah da onu oxuyur, dərviş onu məth eləyir. Düzdür. Hacı, buyurun inşallah dinləyək sizi, zövq alaq. Bizi əziz izləyicilərimiz də intizardadırlar. Hacının da təbii ki, bu verilişimizə hədiyyəsi onun bir Əhl-i-Beyt haqqında olan ifası olar. Buyurun. Bəli, əzizim, dediyiniz kimi bizim ki, bu vətən, bu torpağın şairləri çox olublar. Mən istəyirəm onlardan biri olan Seyid Əzim Şirvan, Allah rəhmət eləsin, ona bir qəzəl var. Onu inşallah bir oxuyaram qəsidə ki. Buyurun. Xalqin imanını gəl, məkrlə şeytan aparıyor. Xalqin imanını gəl, məkrlə şeytan aparıyor. O pəri çöhrə nədəndir ki, bəs iman aparıyor. Ey Kemal qaşlı məni yar elədi, qəmzən oxuyur. Ey Kemal qaşlı məni yar elədi, qəmzən oxuyur. Zülfü bas yarama, qoyma məni qan aparıyor. Dil çəkər cani səri, köy nəzib etmək üçün.
Yel çeker cani serin Köy nezib etmek için Sanki hüccacı mina dağına kurban aparıyor Eşkidir elden alayan din ile iman veliyin Xəlqdən töhmədi bihudəni səndən aparıyor Zahid ayol zülfüdə rüxsarını gördükdə dedi Zahid ayol zülfüdə rüxsarını gördükdə dedi Bu ahindu betədir məktəbə Qur'an aparıyor Geyməyə kimsə ki meydanı məhəbbətdə kəfəyən Onu məşuqi əzəl məhşərə üryan aparıyor Çəkməyin seyyidila məzhəb meyxanə sarı Çəkməyin seyyidila məzhəb meyxanə sarı Kafəri Kəbə yara hansı müsəlman aparıyor Adva qurban olun ya əmirəl müminin Təşəkkür edirəm Hacı, var olasınız. Bizim dahi şairimiz Seyid Əzim Şirvaninin çox gözəl bir qəzəlini oxudunuz və orada axırda da qəzəldə axırıncı beytində belə deyir ki, çəkməyin Seyyid la məzhəbi meyxanə sarı, Kafəri Kəbə ağa hansı müsəlman aparır. Doğrudan da Seyid burada da bir möhtəşəm bir bəli, əhsən sözün həqiqi mənasında Teymur bəy gözəl vurğuladı. Var olasınız inşallah. Seyid Əzim Şirvani də təbii ki bir çıraq yəni misalındadır digər şairlərə özünə məxsus dəstxətti ilə yəni Azərbaycanımızın ədəbiyyatında xüsusi bir yer tutub. Teymur bəy, mövzumuz əruz vəznidir və əruzun yaranması barəsində danışdınız. Həqiqətən də çox maraqlı məlumatlar təqdim elədiniz. İndi növbəti sualla istəyirəm belə şəkildə sizə müraciət edeyim ki, Azərbaycanda əruzu sistematik hala salan kimlər olub? Ümumiyyətlə Azərbaycanda əruzun inkişaf mərhələləri, keçdiyi mərhələlər nədən ibarət olub? Buyurun. Azərbaycanda Əkrəm Cəfəri deməli ərəbdə məfailun, məsələn, bayaq mən qəzəldim, failatun, failun. Amma Əkrəm Cəfəri bunu bizim necə deyirlər? Dilimizə uyğunlaşdırır. Dilimizə uyğunlaşdırır. Dil qələm dil, dil qələm. Failatun dil qələmdir, failun dil qələm. Ümumiyyətlə əruz vəzni bir hecaların sayına görə deyil, çəkisinə, uzun qısalığına görə müəyyənləşdirilir. Deməli mən bir araşdırma apardım. Qədim fars bəhrləri var. Qədim fars bəhrləri hardasa gedir 45 bəhrə. 45-ə can bəhr var, bəli. İndi düzdür, o bəziləri ki, onlar törəmədir, amma o bəhrin adları da var. Məsələn, Qatə bəhridir, Mübhəm bəhridir, yəni Əriz bəhridir. Bu Azərbaycanda işləməyən, ümumiyyətlə 19 bəhrdən fars ədəbiyyatında işləməyən. Bəli, fars ədəbiyyatında 45-ə can gedir, orada Mədid-i Məxbun bəhri var. Onun adı məlumdur, amma təfiləsi mən yəni axtardım, tapa bilmədim. Deyirlər ki, məlum deyil. Bəzi mənbələrdə var idi ki, Mədid-i Məxbun, deməli Mədid bəhri failatun failindir. Ola bilər ki, Mədid-i Məxbun olsun failun failatun. Sonra mən baxdım ki, failun failatun o 45 bəhrin içində əmiq bəhridir. Əmiq bəhrin failun failatun. Deməli, bu da ola bilməz ki, Mədid-i Məxbunun təfiləsi olsun. Yəni, bu doğrudan əruz özü bir elmdir. Bunu saatlarla yox, bunu günlərlə, aylarla, nədənsə hələ dərinə getdikcə necə çıxırsa. Bizə az bir zaman kifayət eləməz. Ümumiyyətlə, əruz şaxəli bir mövzudur. Buyurun. Deməli, əruz, qəzəl özü tabidir əruza. Bax, əruz şunas ayrıdır. Füzuli şunas ayrıdır. Hər qəzəl yazan, hər qəzəlxan yazan o demək deyil, ərzu bilir.
Hər əruzu bilən də o demək deyil ki, qəzəlxandır, qəzəl yazır. Buna misal olaraq Xəlil ibn Əhməd Əl-Fərahidi o vaxtı bunu sistem halına gətirəndə orada bir şair olur, adını unutmuşam. Adını səhv deyərəm, bu yaxında bir dənə ad səhv demişdim, o Xəlil ibn Əhmədin yerinə Əhməd ibn Xəlil demişdim. Onu da böyük bir müzakirə çıxartdılar. Mən də yəni bu mexaniki səhvdir. Yəni bu veriliş vasitəsilə demək istəyirəm ki, mənə ad önəmlidir də. Mənə ad önəmlidir. Mənə onun şəxsi həyatı mənə önəmlidir. O neyi ki yaradıbsa, mənə o maraqlıdır. Mən onu qavrayıram, mən onu götürürəm. Aydındır. Bir də o şairin adını unutmuşam. Deməli Xəlil ibn Əhməd ona əruz sistemini başa sala bilməyib. O da Xəlil ibn Əhmədə qəzəl yazmağı öyrədə bilməyib. Yəni görürsən böyük bir əruz alimi, bu əruzu belə deyək ki, yaradan. Bəli, yəni. Hə. O qəzəl yaza bilmir. Ona görə məsəl üçün qəzəl tabedir əruza. Hətta bu əruzda bir şey var ki, götürək Məhəmməd Füzuli, ona ola bilməz ki, məsəl üçün bu qədər qəzəllər gəlib çatıb bizə, ona ola bilməz ki, tam bir başqa fikir gəlməsin. O fikir gəlib ona gəlsə, lap belə gəlsə ona, əgər o əruza oturmursa, əruza uyğun gəlmirsə, əruzun bəhlə, o fikri qurban verməlidir. Yəni, əruza tabi olmalıdır. Yəni, əruz şunas ayrıdır, Füzuli şunas ayrıdır. Ya da o fikri uyğunlaşdırmalıdır əruza. Bəli, ya da onu yaza bilərsən, məsələn, şeir növündə, heca vəznində, belə. Yəni, fikirləri yazmaq olur, amma əruza mütləq cavab verməlidirsən. O fikirlərin, yazdıqların əruzdan çıxmamaq şərti var. Gözəl vurğulayırsınız Teymur bəy. İstəyirəm belə deyək də, yəni belə bir sual doğur ortalığa. İndi siz də illərdir əruz vəznində şeirlər yazırsınız və bir çox şairlərimiz var. Allah onları da qorusun, Allah qələmlərinə bərəkət versin. Üzü bizim klassiklərimizin Allah ruhlarını şad eləsin, onları da qeyd etmək düşünürəm ki, mütləq şəkildə yəni lazımdır, vacibdir. Çünki onların haqları var boynumuzda. Əyləşdiyin şeir yazmaq istədiyin zaman, hansı ki, əruz vəznində yazmaq istəyirsən o şeiri də, belə deyək də, orada hansı incəliklər var? Məsələn, sözləri hansı şəkildə qəlblərə oturtdurmalısan və yaxud hansı sözlərdən istifadə eləməlisən ki, o qəlb. Bəzən görürəm ki, məsələn, mənim də qarşıma çıxır ki, müxtəlif şeirlər, qəzəllər görürəm. Məsələn, onu qiraət etdiyim zaman özüm diqqət edirəm ki, yəni o qədər belə deyək də, mən əruzu yüksək səviyyədə bilməsəm də, amma duyumla hiss edirəm onu. Görürəm ki, məsələn, bu oturmadı da, yəni qəlbə oturmadı. Bütün bu məsələləri düzgün şəkildə riayət eləmək üçün nə etmək lazımdır? Elə sizin məsləhətiniz də, yəni bu məsələdə düşünürəm ki, gənc şairlər də bizi izləyirlər. Onlar üçün də önəmli olacaq. Buyurun. Allah hamının köməyi olsun. Amin. Onu bilmək üçün əruzu birinci növbədə təfiləni bilməlisən. Təfiləni bilsin. Yəni qeyd aparsınlar bizim cavan şairlərimiz. Təfiləni bilməlisən. Məsələn, bir dənə təfiləni də bir dənə zəhmət olmasa izah edərdiniz. Yəni təfilə dediyiniz təfilə məni candan usandırdı, cəfadan yar usanmaz. Bunun təfiləsini bilsin. Bu Rəməl Bəhridə bildiyim qədər. Salim, məfaülün. Həcəz. Həzəc. Həzəc yoxsa həcəz? Həzəc. Həzəc. Məfaülün. Məfaülün. 4 dənə məfaülün getdi. Əkrəm Cəfəridə qələmdildil. Yəni bunları bilsən, qələmə bir dənə söz atırsan, qələm məsələn mənəm. Dildil gəldim. Mənəm gəldim. Bunun üstündə açarları var. Bəli. Burada Sait Samit məsələsi rol oynayır mı? Sait Samit bəli, qələm bizə Sait gedir. Dildil Samit gedir. Samit gedir. Məfa Sait gedir. İlün. Uzun da, yəni ilün. Dildil. Qələm dildil. Bu həzəzdən danışır. Həzəzin 67 növü var. 67 dənə növü var. Hətta deyirlər 102-yəcən var. Yəni törəmələri
deyilir buna, yoxsa? Növlər müxtəlifdir də. Yox, bəhrlər deyilir. Yox, növlər müxtəlifdir. Bax, deyək ki, məni candan usandırdı, cəfadan yar usanmazmı? Mən bunu bir dənə Həzəcin bir dənə bu cümləsini mən neçə dənə şeyə salıram, təfiləyə. Təfiləyə. Hə, təfiləyə. Deməli, məni candan usandırdı, cəfadan yar usanmaz. Bu gedəcək məfaülün, fəulün. Usanmaz, fəulün, qələmdir. Sonra məni candan usandırdı, cəfadan yar usan. Bu da qələm. Yəni çoxdur belə. Bu növləri yəni çoxdur. İndi bu vaxt çox aparır deyənə. İnşallah qismət olar yenidən bir proqrama təbii ki bu yəni son olmayacaq. Yəni sizi təbii ki növbəti proqramlarımızda yenidən qonaq qismində dəvət edəcəyik və yenidən söhbətlərinizi, açıqlamalarınızı dinləyəcəyik. Əlavə edəcəyiniz bir şey qaldımı? Məncə elə. Təşəkkür edirəm. İnşallah elə bu məqamda gözəl bir qəzəl yerinə düşər. Düşünürəm ki, buyurun inşallah sizi dinləyək, zövq alaq. Dediyim indi bu qəzəl bizdə olmayan, ümumiyyətlə 19 bəhrin içində olmayan bir bəhirdir. Adı da müəyyən bəhirdir. Yəni Azərbaycanda işlənən 12 dənə bəhirdən biri də 19-da da deyil. Fars, ərəb yoxdur. İlk dəfə siz yəni bəhirdən istifadə eləmisiniz. Bəli, ilk dəfə mən həqiqətən maraqlıdır. Mənim yəni rastıma gəlməyib, ümumiyyətlə görməmişəm. İndi bəhri müəyyən. Təfiləsi də var bunun. Yəni həqiqətən müəyyən. Bu yəni törəmə bəhri deyil. Yəni özümdən də izah eləməmişəm. Bunun bəhri müəyyən. Failatun, müstəfilun, məf'ulatun. Maşallah. Dil qələm dil, dil qələm, dil pərdə. Maşallah. Eşq-i içrə divanəyəm illərdir ki. Eşq-i içrə divanəyəm illərdir ki. Ab-ı meydan məstanəyəm illərdir ki. Yar gedəndən hicran mənə bir dağ çəkdi. Yar gedəndən hicran mənə bir dağ çəkdi. Mən dağılmış viranəyəm illərdir ki. Aram-aram atəşlərə könlüm yandı. Aram-aram atəşlərə könlüm yandı. Sərsəri bir pərvanəyəm illərdir ki. Eşqə düşdüm, hey dillərə ismim düşdü. Mən həqiqi əfsanəyəm illərdir ki. Teymuri yar tərk eyləmiş çox müddətdir. Bilmirəm heç tənha nəyəm illərdir ki. Eşq-i içrə divanəyəm illərdir ki. Ab-ı meydan məstanəyəm illərdir ki. Deməli Hacı qardaşım, bu bəhri müəyyəni mən nümunə üçün yazmışam. Yəni nümunə şəklində yazmışam ki, belə bir bəhr var. Yəni gələcəkdə indi o gənclər baxıb yəni kim istəsə bundan istifadə eləsinlər. İstifadə eləyə bilər. Allah sizi qorusun. Təşəkkür edirəm Teymur bəy. Var olasınız. Ümumiyyətlə son dövrlərdə mən diqqət edirəm ki, artıq bizim gənclərimiz arasında da yəni əruz vəzninə maraq çoxalıb. Həqiqətən də bu sevindiricidir. Elə belə deyək, sizin o gənclərə məsləhətiniz nə olar? Elə sonda bunu da dinləyə inşallah. Həqiqətən də bir təcrübəli şair kimi çox maraqlı olar. Gənclərə məsləhətimiz odur ki, mütaliə eləsinlər. Bəli, mütaliə mütləqdir. Mən bu əruzu araşdırmamışdan əvvəl 2000-ci illərdə, 2001-2002-ci illərdə mənim rastıma Məhəmməd Füzulinin bir kitabı çıxdı, belə qırmızı kitab idi, gecən qalır məndə. Deməli, oxuyurdum Füzulini. Orada axırlarında qəzəli yazanda onun təfillələrini yazırdılar. Yəni ölçünü göstərirdilər. Bəli, məsəl üçün, parə-parə dili məcruhi pərişanımdan, sərikuyunda gezən hər itə bir parə fəda. İndi bunu mən şərhini bilməsəm də, amma o təfilləsini mənimsiyirdim. Yəni, hansı bəhirdir, hansıdır. Yəni, mən ona baxıb Məhəmməd Füzuli ilk kitabı ondan mənimsəmişəm, sonra oturmuşam, bölgülərə bölmüşəm. Onu bilsin,
bayaq dedim, təfirlərini bilsin, sənin üçün daha asandır. Rahat olacaq. Ona görə mütaliə eləsin. Nizami Gəncəvi böyük şair olub, böyük şeyx olub, astronom olub, yəni həqiqətən dahi bir insan olub. Onun mən neçə vaxtı bir beynimdə bir qəzəli var. Deməli, gecə xəlvətcə bizə Nazım Nigar gəlmiş idi. Bizim aydan da gözəl, sevgili yar gəlmiş idi. Orada bir yeri var ki, nə bilim, bir yerdə uyudu, qaldı, ömrümün qışı, nə bilim, qışı ömrümə bahar gəlmiş idi. Mən deyirəm ki, o boyda, yəni şeyx Nizami Gəncəvi bu şeiri yazmaz. Yəni bu mənim öz fikrimdir ya. Mən demirəm, yox, düzəm. Ümumiyyətlə, yəni bilirsiniz necədir? Ola bilər ki, yazıb. Nizami Gəncəvi yazıb, amma başqa cürə yazıb. Bunun tərcümə var ha. Tərcümədə ola bilər ki, başqa cürə tərcümə edirlər. Çünki Nizami Gəncəvinin dövründə fars dili idi də. Bəli. Fars dilinin. Yəni bütün əsərləri fars dilində yazılıb. Bütün dilində yoxdur, yəni Azərbaycan dilində yoxdur. İndi bunu hansısa kimsə alimdir, şair deyir, bunu tərcümə edib bu cür nə tərcümə. Və xüsusilə də yəni nəzmə salır. Nəzmə salır, bəli. Mən deyirəm ki, bax Məhəmməd Füzuliyə şərh yazılır, şərh verilir. Məhəmməd Füzuli burada nə demək istəyir? Bəli. Məsəl üçün, könül fərqi budur, məhşər gününün ruzu hicrandan, kim olcan döndərər cismə, bu cismi ayırır candan. Görürsən, keçmiş zamandan indiki zamandır. Könül fərqi budur, məhşər gününün, qiyamət gününün ayrılıq gününün, ayrılıq da ölümdür. Qiyamət günü ilə ölüm gününün fərqi budur ki, bu can ayırır, cismi candan ayırır, o can döndərəcək cismə. Elə döndərməyib ki. Məhəmməd Füzulinin böyüklüyünə bax, yəni döndərər. İndi bunu mən Füzulşünas deyirəm də, mənim sahəm əruzdur, yəni əruzşünas gedir. Məhəmməd Füzuli, Füzulşünaslar buna şərh verir. Mən də kimdənsə götürmüşəm, yəni şərh. Və yaxud başqa bir qəzəli, parə dilə məcruh pərişanımdan, sərikuyunda gəzən hər itə bir parə fəda. İndi bilmirsən, bu kimin Səriköyün ətrafında nədən gedir, hansı itdən gedir. Səriköyün çox işlədir. Edəməm tərki Füzuli, Səriköyün. Yəni yarın ətrafını, deməli buna şərh verirlər. Ki, Məhəmməd Füzuli burada bunu demək istəyir. Amma gəlsən Nizami Gəncəviyə götürüb onu nəzmə çəkirsən. Yəni da bu kişi bunu yazıb da, sən də götürüb bir də əlavə özündən şeir formasında, qəzəl formasında, rəməl bəhridir. Fəylatun. Və yəni ki, mənim öz fikrimdir, ya bəlkə elə yazıb, amma mən inanmıram ki, Nizami Gəncəvi kimi şair, şeyx adi bir qıza bu elə çıxır da, gecə xəlvətcə bizə Nazlı Nigar gəlmiş idi. Məsələn, Məhəmməd Füzulinin qəzəllərinə baxanda orada Nazlı məncə rast gəlmək olmaz. Gəlsə də başqa cürə rast gəlmək olmaz. Amma mütləq ki, burada hansısa bir aşiqlə belə dünya sevgisindən söhbət gedir. Dünya sevgisi. Aydındır, təşəkkür edirəm. Üzr istəyirəm. Nizami Gəncəvi onu irfani şəkildə yazıb. Amma tərcümə edənlər onu götürüb dünya sevgisi ilə əlaqələndir. Təşəkkür edirəm, var olasınız Teymur bəy. Həqiqətən də çox qiymətli açıqlamalar oldu. Gözəl fikirlər səsləndirdiniz, məlumatlar bizə təqdim elədiniz. Bir daha minnətdarlığımı bildirəm. Çox təəssüf ki, bizə ayrılan artıq vaxtın sonuna çatırıq. Mən sonda dəyərli Əhl-i-Beyt məddahımız Hacı Elvin bəydən inşallah bir gözəl ifa dinləməyi xahiş edəcəm ki, təqdim eləsin. Həzrət Əmir Əl-Möminin əleyhissalam haqqındadır, gözəl bir ifadır və əziz dəyərli izləyicilərimiz, bununla da verilişimiz sona çatır. Minnətdarıq, təşəkkür edirik ki, bizi izlədiniz. Nə yaxşı ki, varsınız. İnşallah növbəti proqramlarda görüşmək ümidi ilə sizə Allaha əmanət edirik. Xuda hafiz. Hey
Heydər Heydər ya Heydər 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 ya Heydər 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 ya Heydər Heydər Sen Zehra'ya hemser her an galip cengaver eşke sekayı kovser server serdari meşer ismin evvel hem ahir Heydər benzersiz server Zülfiqarın nur meşer zahmi ve teslimdi Xeybər Yaveri yari peygamber Kudretin Allahu Ekber Heydər ya Heydər 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 ya Heydər 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 ya Heydər 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 ya Heydər Heydər İsmin mənayı əlvan şənin nisbətsiz tənha eşqin sahilsiz dərya etdin zülməhlin rüsva səndən dərs almış dünya sen dünyaya Mevla sen imamet ağibani pehlevanlıkta sitani Allah'ın öz pehlevani ey döşler kahramanı Heydər ya Heydər 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 ya Heydər 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 ya Heydər 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 ya Heydər Heydər Sadəcə olaraq onu necə baxır, necə istifadə edirsən, hansı məqsədlə istifadə ki, sizin bəstəkarlıq qabiliyyətiniz də var. Şeir yazmaq, bir çox ilahələrin hacətinizi, yəni orada sizə deyir pislik eləyənlərə siz yaxşılıqlarla cavab verməliyəsiniz. Məsəl üçün yay vaxtıdır, dənizdə, orada, burada istirahət edir. Ələmdar yeganə adam idi ki, qətiyyən qoymurdu ki, biz onu imitasiya edəyik. Geçmişlerde qalıb xəyalatımız. Hələ keçmiş zəifsilənir. Kaş o gün bugün olaydı. Bu bir şey. Hayf gedir əldən muğamatımız.